Dostlar, bugün sizlərlə Telegramda olan Airdrop Inspector kanalını yoxlayırıq. İstifadəçilərə pulsuz kripto və airdroplar vəd edir. Görək bu kanal doğrudan da faydalıdır, yoxsa insanları sadəcə klik üçün istifadə edir. Kanalımıza yeni gələnlərə əvvəlcə bizim kanalımızı izah edim. Mən videolarda layihələri reklam etmirəm, sadəcə real şəkildə test edirəm və sizlərlə bölüşürəm. Gördüyünüz bu kanalın adı Airdrop Inspector'dır. Bu kanalda əsasən kripto coinlər qazandırılan airdroplar paylaşılır. Abunə sayı gördüyünüz kimi 1 milyondur. Postlara baxdıqda görürük ki, müxtəlif saytlara bizi yönləndirir göndərdiyi postlarla. Yəni bunun paylaşdığı post tipləri bu şəkildədir. Linklər də burada gördüyünüz airdrop botun üzərinə kliklə link açılır. Eyni zamanda yorumlar görürük. Aktiv yorumlar var. Və buradan da gördüyünüz kimi nə vaxt göndərdiyi və nə qədər ümumi insan baxdığı qeyd edilib. İndi dostlar, baxaq görək bu saytın, yəni bu kanalın paylaşdığı proyektlər bizlərə real proyektlərə aparır, yoxsa sadəcə olaraq scam proyektlərə. Məsələn, bu postlarda Galaxy və yaxud da Real Web3 proyektlərinə yönəltmə varsa, deməli həqiqətən də realdır. Yəni müsbət göstəricidir. Amma əgər ki linklər müxtəlif proyektlərə gedirsə, yəni yeni domenlərə gedirsə, deməli bu proyekt riskli proyektdir. Ümumiyyətlə connect varsa, hansı ki cüzdanları connect etmək bölməsi də aktivdirsə burada, deməli müəyyən bir risk var bu platformalarda. Mən indi dostlar sizlərlə birlikdə real olaraq birini yoxlayıram. Məsələn, bu posta baxıram, linkə daxil oluram. Linkin yəni domeni bu şəkildədir. Gördüyünüz kimi proyekt bu şəkildədir. Burada follow telegramı var. Bir dəqiqə. Buradan bunun telegramına və Twitter'dan baxaq görək. Bunun nə qədər takipçisi var? 91.650 takipçisi var. Təzə takip, yəni təzə proyektdir. Buna görə həddindən artıq normaldır. Bunun Telegram kanalına daxil oluruq və görürük ki, həqiqətən də aktivdir. Ümumiyyətlə bu proyektin həm domeninə baxdıqda, həm Twitter səhifəsinə, həm də Telegram kanalına baxdıqda aktiv komandası var. Yəni real proyektə oxşuyur. Nəticə olaraq sizlərə deyə bilərəm ki, Airdrop Inspector kanalında paylaşılan postlar scam deyil, yəni aktiv proyektlərdir. Amma kör-körənə də güvənmək olmaz bu proyektlərə. Burada həm real layihələr olur, həm də riskli paylaşımlar ortaya çıxır. Buradan araşdırsaz özünüz də görə bilərsiniz. Yəni qısacası bu kanaldan istifadə etmək olar. Sadəcə olaraq bütün linkləri bir-bir mən dediyim kimi araşdırmaqla, yəni linklərdə öz araşdırmalarınızı edərək istifadə edə bilərsiniz kanaldan, eyni zamanda kanalda paylaşılan postlardan. İstəyirsinizsə dostlar, digər Telegram kanalları və digər Telegram botlarını da yoxlayın. Şərhlərdə yoxlamaq istədiyiniz hər hansısa bir proyektin adını yazmağınız kifayət edir. Növbəti videoda sizin yazdığınız proyektlərə araşdırma edə bilək. Video faydalı oldusa bəyənin və kanalımıza abunə olun. Sağ olun, salamat qalın.